Hər vaxtınız xeyir olsun. Keçən videolarımızda ev tapşırıqları vermişdik. Həmin ev tapşırıqlarının cavablarını yazanlara təşəkkür edirəm. İndi yenə də ev tapşırığı olacaq. Rəydə qeyd eləməyi unutmayın. I-4 şəkilçisi həm mənsubiyyət, həm də təhsilli şəxs şəkilçisidir. Onu necə fərqləndirmək lazımdır? O mononim şəkilçilərdir. Demək, I-4 şəkilçili sözün əvvəlinə, mənsubiyyət şəkilçisi sözün əvvəlinə onun və öz əvəzliklərini artırmaq mümkündür. Təhsilli hallı sözlərin əvvəlinə isə onun və öz əvəzliklərini artırmaq mümkün deyil. Əgər artıra bilirsə mənsubiyyət şəkilçisi, artıra bilmirsə təhsilli şəxs şəkilçisi götürəcək. Bu qədər bəsitdir. Gəlin nümunələrimizə baxaq. Dəftəri məndə qalıbdır. Burada I şəkilçisi var, hər birində dəftəri sözündə. Həm biri mənsubiyyətdir, biri təhsillik. Demək dedik ki, onun və öz əvəzliklərini artırmaq mümkün olsun. Onun dəftəri məndə qalıbdır. Deyirik, bəli, öz dəftəri məndə qalıb. Nümunədə heç bir kontekstdə pozulma yoxdur ki. Demək nədir? Mənsubiyyət. Dəftəri mənə ver. Onun dəftəri mənə ver. Olar? Olmaz. Öz dəftəri mənə ver. Olar? Olmaz. Demək, hansı haldır? Təsirlik. Ev tapşırığına baxırıq. Gülü, dərdim, gülü məndə qalıbdır. Zəhmət olmasa rəydə qeyd eləyin. Biri mənsubiyyət şəkilçisidir, biri təhsilli şəxs şəkilçisi.